Salam dostlar. Bugünkü videomuzda süni intellektin əsas hissələrindən biri olan maşın öyrənməsi haqqında danışacaq. Maşın öyrənməsi kompüterlərin açıq şəkildə proqramlaşdırılmadan məlumatlardan öyrənməsini imkan verən texnologiyadır. Yəni sistem çoxlu məlumatları analiz edir, nümunələri müəyyənləşdirir və həmin nümunələr əsasında qərar qəbul etməyi öyrənir. Məsələn, musiqi tətbiqlərinin sizə bəyəndiyiniz mahnılara oxşar musiqilən təklif etməsi və ya e-poçtların avtomatik olaraq spam qovluğuna düşməsi hamısı maşın öyrənməsinin nəticəsidir. Bu texnologiya səhiyyə, maliyyə, nəqliyyat və bir çox digər sahələrdə böyük rol oynayır. Maşın öyrənməsi nə qədər çox məlumatla işləsə, bir o qədər ağıllı və dəqiq nəticələr verir. Gələcəyin texnologiyaları arasında maşın öyrənməsi ən güclülərdən biridir. İzlədiyiniz üçün təşəkkürlər. Yeni texnologiyalar haqqında daha çox məlumat üçün növbəti videolarımızı qaçırmayın.